Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün heç bir məlumat verməyəcəyəm, yəni heç bir xəstəlik haqqında danışmayacağam. Sadəcə bir neçə abunəçim müəyyən rəy yazmışdı, o haqqda fikir söyləmək istəyirəm. Yəni yazırlar ki, videolarını niyə bu qədər uzadısan, uzun olur, yəni adamın ürəyi sıxılır baxmağa. Birincisi, heç kimi məcbur etmirəm burada baxmağa, bu bir. İkincisi, mənim videolarımın uzatmaq səbəbi ona görədir ki, əvvəllər mənim 3 dəqiqəlik, 4 dəqiqə, 5 dəqiqə videolar çəkirdim. Yəni 5-6 il bundan qabaqki videolarıma baxsaq, özünüz görəcəksiniz. Sadəcə, misal üçün, orada mən məlumatlar verirdim ki, toyuqlar xəstələndə bu dərmanı vermək lazımdır, qurtluq olanda bu dərmanı, nə bilim, belə baxmaq lazımdır, elə baxmaq lazımdır. Bir dəfə deyirdim, baxırdım ki, abunəçilər yazır, ay, xəstələndə hansı dərmanı vermək lazımdır, nə bilim, qurdu olanda hansını, necə baxmaq lazımdır. Mən bu sözləri deyirdim, yenə də yazırdılar. Çünki bəziləri videoları hövsələ satmır, baxmağa tez-tez ötürür. Bəzilərinə belə deyim çatmır da, yəni deyirəm amma şey eləmir. Mən də ki burada məlumat verirəm də, yəni xəstəlik haqqında danışıram, uzadıram. Öz şəxsi həyatım haqqında danışıb uzatmıram amma məlumat 2 dəfə, 3 dəfə deyirəm, məlumat verirəm ki, yəni məsəl üçün bu dərmanı verin. Lap yeri gəlsə 5 dəfə də deyirəm ki, yadlarına qalsın. Ondan sonra bəlkə də videoları indi belə deyim də keçirirlər, eləyirlər, da tez-tez yığırlar, eləyirlər. O bir dəfə eşidənməyəndə o birisi dəfə eşitsinlər. Çünki baxıram ki, belə deyim, baxırlar, yenə də təkrar sual verirlər ki, nə edək, hansı dərmanı verək, əvvəllər. Ona görə isə mən də ki, belə şey deyirəm ki, 5 dəfə, 6 dəfə deyirəm ki, videonu uzadıram ki, baxanda, yəni yadlarında qalsın da, yəni təkrar suallar verməsin ki, hansı dərmanı verək. Və sözü nəyə gətirirəm? Ay, uzadısan, beləysən. Gedirsiniz, vallahi o boş-boş danışanlara elə baxsınız ki, ay, təzə ördək aldıq, ay xoruzu satdıq, ay nə bilim evimizə qonaq gəlmişdi, 2 dənə ördək kəsdik, bir dənə xoruz kəsdik, bir dənə hündüşka kəsdik, kebab elədik, qonaq yedi, sonra üzr istəyirəm efendim, qarın ağrısına düşdü, getdi əxi yoluna. Boş-boş belə danışanlara elə qəşəng baxırsınız ki, səs videolarına like qoyursunuz, videoları mənim videolarımdan çox səs yığır, onda heç demirsiniz. Amma mənə gələndə gözünüz görür, nə bilim, gözünüz götürmür, bunları yazsınız. Ay, qurban sizə, xoşunuz gəlmir, gedin o boş-boş danışanlara baxın. Yəni, çoxu elə boş-boş danışır. Baxırsan videolarına 18-20 dəqiqə videolar çəkirlər. Onlar hamısı bilirsiniz nəyədir? Uzadırlar ki, çoxlu pul gəlsin. Yəni, video çox olanda reklam da çox olur. Gözü özləri artıq kanallarını bəziləri işlətmir ki, pul götürə bilmir. Onların məqsədi puldur. Ancaq mənim videolarım 7-8 dəqiqəlik videolardır ən çoxu. Orada da ki, məlumat verim. Bir sözü 5 dəfə deyirəmsə, məlumatı deyirəm. Yəni, boş-boş uzatmıram ki, şəxsi həyatımdan danışmıram, ay qonaq gəldi, ay ördək uçdu, ay nə bilim qaz getdi, hündüşka xəstələndi. Şey eləmirəm ki, məlumat verirəm. Ona görə yəni sözü ona gətirmək istəyirəm, o boş-boş danışanlara elə baxsın, pul məqsədi ilə YouTube-a girənlərə elə baxsın, pul götürməyəndə videolar çəkməyənlərə elə baxsın. Ancaq valla mən bu kanalı heç açanda məqsədim pul zat götürmək deyildi. Sadəcə toyuqlarımın videolarını çəkib paylaşmaq, yəni yadda qalsın və məlumat vermək, təcrübəmi bölüşmək. Bunu da bir çoxunuz yaxşı qiymətləndirmişsiniz. Ay, çox şey deyirsən, uzadırsan, nə bilim. Uzadıram ki, məlumatı çox deyirəm ki, yadınızda qalsın. Bir sözü 5 dəfə deyirəm ki, yadınızda qalsın. Nəysə, o boş-boş danışanlara vallahi məndən çox baxsınız. Nəysə, gedin baxın, ölçünüz. Sadəcə burada könül bulandırmayın. Düzgün şey eləyin, qərar verin, düzgün şey eləyin, düşünün ki, bu nəyə görə belə uzadır. Yəni, haqsız olmayın. Belə, bu qədər. Əzizləyicilər, yenə də abunə olun, like qoyun.
Gözəl-gözəl videolar gəlir bizneslər haqqında, yəni qazla ördəyi saxlayanda hansı sərf eləyir, qazla hündüşkanı, nə bilim, hündüşkanın ördəyi, hündüşkanın toyuğu, yəni gözəl-gözəl videolar gəlir, biznes üçün hansı sərfəlidir. Yəni çox dəqiq. Belə, sağ olun, sağlıqla qalın, abunə olun və like qoyun. Sağ olun əziz izləyicilər.